Uşaqlar salam, bugünkü testimizin izahında sizə kimya test toplusundan doymuş bir əsaslı karbon turşularının izahını verəcəm. Keçək suallarımızın izahına. Birinci sualda yazıb 2 metil butan turşusunun formulunu göstərin. Butan turşusu deyir. Deməli, ən uzun zəncirdə 4 dənə karbon var. Nömrələyəndə də bilirsiniz ki, COH-a nömrə 1 qoyulur da. O da Y variantıdır da. Y variantına diqqətdən baxsaq, COH-ın karbonu 1'dir, 2, 3, 4. Ən uzun zəncirdə 4 dənədir. Ona görə butan turşusu deyilib. İkinciyə də metil birləşibdə Y variantı. İkincidə doymuş bir əsaslı karbon turşularının formulu CnH2-nin üstə gəl 1 COH-dır. Y variantı. Üçüncüdə sirkə turşusunun laboratoriyada alınması. Baxın, orada o reaksiyalarda hamısında sirkə turşusu almaq olur. Amma laboratoriyada almaq üçün qatı sulfat turşusunun sirkə turşusunun duzlarına təsir etməklə alınır. Cavab B variantı. Bilirsiniz ki, materialda da var idi o tənliyimiz. Sənayedə sirkə turşusunu bir mərhələdə alınması üçün hansı maddədən istifadə olunur? Bilirsiniz ki, bu butanın katalitik oksidləşməsidir. Elə dördüncünün cavabı üçüncünün A variantındadır. C4H10-u oksigenlə katalitik oksidləşdirəndə sirkə turşusu üstəgələk su alınır. Düzdür, A variantında məsələn etilendən sirkə turşusunu ala bilərsən, amma dolayı alacaqsan. Məsələn, mən etilenin üstə su gələrəm, etil spirt alaram. Etil spirti birli spirtdir. Onu oksidləşdirib aldehidə çevirərəm. Aldehidi oksidləşdirib turşu verər. Fikir verdiniz necə aldım? Yəni biz onları digərlərindən sirkə turşusunu dolayı ala biləcəyik. Amma bu birbaşa deyir. Yəni bir mərhələnə B variantıdır. Butanı katalitik oksidləşdirəndə almaq olur. Bilirsiniz də alkanların 3 cür oksidləşməsi var axı. Alüminiumda bir atomlu spirt, NO katalizatorunda aldehid, manqan 2 asetatda isə karbon turşuları verir. 5-ci sualda hansı maddə adi şəraitdə bərkdir? Adi şəraitdə bərkdirsə, ali karbon turşuları adi şəraitdə bərk olur da C variantı, C15H31 COH palmitin turşusudur. Bərkdir o. 5-də C variantı. Sonra buraları dedik də. 6-da propion turşusu hansı reaksiya daxil olmur? Bilirik ki, propion turşusu doymuş turşudur. Düzdür? Doymuş turşularda polimerləşə bilməz axı. Ona görə B variantıdır. Qarışqa turşusunun qatı sulfat turşusu ilə qızdırmasından nə alınır? Bilirik ki, qarışqa turşusu yeganə turşudur ki, dehidratlaşdıranda anhidrit vermir. CO plus su alınır. Cavab 7-də, ona görə variantıdır. 8-də hansı turşu daha qüvvətlidir? Ümumiyyətlə karbon turşuların, bir əsaslı karbon turşuların içərisində ən güclüsü qarışqadır. Amma tərkibinə halogen gələndə turşuluq güclənir. Flor olanda ən güclü olur. Niyə? Çünki florun elektron mənfiliyi ən böyük olan elementdir axı. O bütün elektron sıxlığını karboksil qrupuna ötürür və onun turşuluğunu daha da gücləndirir. Ona görə B-dir. Yəni bunların müqayisəsi materialda yazılmışdı. 9-da bir əsaslı karbon turşuları. Bilirsiniz ki, bu karbon turşuların içərisində yeganə turşudur ki, qarışqa turşusu gümüş güzgü reaksiyasına girir, bir də kuprum OH ilə oksidləşir. Orada alınacaq CO2, gümüş su. Cavab C variantı. 10-da hansı reaksiya səhvdir? Birinci düzdür, metil spirtinin xüsusi alınma tənliyidir. B variantı indicə yazdım, düzdür. C variantında indi dedim, düzdür. D-da da CH3CH düzdür. Y variantı. Çünki nəyə görə? Yeganə turşudur ki, qarışqa turşusu dehidratlaşanda anhidrit vermir. Digər turşular anhidrit verir və burada da sirkə anhidridi alınır. Üstə gələk su. Cavab Y variantı səhvdir. 11-də hansı reaksiyadan alınan maddə ilə etilen glikolu və qarışqa turşusunu deyir, təyin etmək olur. Qarışqa turşusunu təyin edən maddə gümüş güzgünən kuprum OH2-dir. Etilen glikol çox atomlu spirtdir. Çox atomlu spirtlərdə təyin edən yenə kuprum OH2-dir. Kuprum OH2 də burada D variantından alınır. Çünki orada alınır kalium NO3 üstə gəl kuprum OH2. 12-də hansı reaksiya zamanı aldehidlər karbon turşularına çevrilir? Bilirsiniz ki, öyrətmişəm. Birli spirtlər oksidləşəndə aldehid verir, aldehidlər oksidləşəndə karbon turşusuna çevrilir. İkili spirtlər oksidləşəndə keton verir, ketonlar oksidləşmir. Üçlü spirtlər də nə oksidləşmir, nə də dehidrogenləşmir. Ona görə bu oksidləşmədir. 12-də B variantıdır. 13-də hansı sırada yeni maddənin adları göstərilir? Bilirsiniz ki, CH3COOH-ın adı sirkə turşusudur, etan turşusudur, asetat turşusudur. Elə variantıdır da sirkə turşusu, etan turşusu CH3COH-ın eyni adda, yəni adlarıdır da, eyni maddənin adlarıdır. Ona görə 13-də adı. 14-də hansı turşunun duzları formiyyatlar adlanır? Qarışqa turşusunun duzlarına formiyyatlar, sirkə turşusunun duzlarına isə asetatlar deyilir. Ona görə 14-də qarışqa turşusu, 15-də də sirkə turşusu Y variantı. 16-da
16-cı sualda nə deyir? 16-da deyir ki, xlorun asetat turşusu ilə reaksiyasından. Bilirsiniz ki, asetat turşusu sirkə turşusudur və bunun üzərinə xlor gələndə bu doymuş turşudur axı. Doymuş turşular halogenlərlə birləşməz. Əvz etməyə gedir. Əvz etmədə alfa karbonda gedir. Alfa karbon hansı karbondur? COH-ın birləşdiyi karbon. Orada əvz etmə gedir. Cavab nədir orada? D variantı. Düzdür? 16-da D. 17-də. Xlorun propan turşusu ilə. Propan turşusu da sirkə turşusundan bir karbon çoxdur. 3 karbonlu turşudur. Və yenə alfada əvz etmə gedir. D variantıda. Düzdür? 17-də D variantı. Alfada əvz etmə getdi. 18-də. Hansı reaksiyadan sirkə turşusu alınmır? Sirkə turşusu alınmır. Y variantıdır. Nəyə görə? Çünki biz bilirik ki, birli spirtlər oksidləşəndə aldehid verir. Aldehidlər hidrogenlə reduksiya olunanda təzədən birli spirtə çevrilir. Y variantında etil spirti alınacaq. CH3, CH2OH. 18-də Y. 19-da. Qarışqa turşusunu sirkə turşusundan necə fərqləndirmək olar? Bilirik ki, qarışqa turşusu gümüş, güzgü və kupru muaşiki reaksiyasına girir. Ona görə cavab C variantıdır. Amma digərləri girmir axı. 20-də də eyni şeydir. Qarışqa turşusunu propion turşusundan fərqləndirən gümüş, güzgü, bir də kupru muaşikidir. 20-də B variantı. 21-də. Qarışqa turşusu sənayedə bilirik ki, metanın katalitik oksidləşməsindən alınır. Sirkə turşusu isə butanın katalitik oksidləşməsindən alınır. Bunu öyrənin, bu çox düşür. Yəni bu testlərdə çox olacaq ha. Qarışqa turşusu metanın katalitik oksidləşməsindən, sirkə turşusu isə butanın katalitik oksidləşməsindən alınır. Y. 22-də nə alınır? CO2 alınır, kuprum 2 alınır, su alınır. Bilirsiniz ki, materialda bütün reaksiyaları hamısını yazmışam. D variantı. 23-də bir əsaslı karbon turşularının formulu CnH2-nin üstəgəl 1 COH. Orada CnH2-nin üstəgəl 1 də radikalın formuludur da, radikalın açılışı. Ona görə A variantıdır da. 24-də hansı birləşmənin molekulunda bu funksional qrup var? Bu turşulara məxsusdur. Yəni qarışqa turşusunda bunu rahatlıqla təbii ki görmək olur. 25-də yenə turşulara məxsusdur. D variantı. 26 hansı maddənin tərkibində karboksil qrupu var? Karboksil qrupu COOH-dır. Y variantı. 27-də bu formula uyğun gələn sinif karbon turşusudur. D variantı. 28-də enə 0 banada bilirsiniz ki, qarışqa turşusu alınır. Orada HCOOH. D variantı. Yağ əmələ gətirməyən karbon turşuları. Yağı yaradan gliserin və ali karbon turşulardır. Ali deyəndə yəni yekələr. 1 ilə 2 yağ yaradır, amma 3 yaratmır. Cavab B variantı. 30-da lakmusu qızardan və adi şəraitdə maye halda olan maddə. Turşu lazımdır bizə. Lakmusu qızartması üçün turşu lazımdır. Və maye halda deyir. Cavab D-dır da. Onsuz karbon turşularının içərisində qaz yoxdur ki. D variantı. 30-dadır. 31-də lakmusu qızardan və adi şəraitdə maye olan Y variantı da. Qızardan lakmusu qızardırsa deməli turşu olmalıdır. Bizə turşu lazımdır. Düz deyilmi? Turşu cavabı da Y variantındadır. Həm mayedir, həm də lakmusu qızardacaq. 32-də 32 ilə 33-də nə deyir? Baxın, bu palmitin turşusudur. Bu da stiarin turşusudur. Bunlar ali doymuş bir əsaslı karbon turşulardır. Palmitində 32 dənə, stiarində isə 36 dənə hidrogen var. Ona görə 32-də A-dır, 33-də də A-dır da. Birində 36 dənə, birində 32. A. 34-də. Bilirik ki, karbon turşularında emir artdıqca sıxlıq, ərimə, qaynama, izomer artır. Həll olmana azalır. İndiyə qədər keçdiyimiz bütün siniflərdə bu belədir də. C variantı. 35-də sirkə turşusu hansı maddələ reaksiya daxil olmur? Əlbəttə ki, gümüşlə getməz. Çünki sirkə turşusu CH3COH-dır. Məsələn, bunun üstünə natrium gəlsək, CH3CO natrium üstə gəl, H2 alınır. Amma sən bunun üstə gümüş gələnməzsən axı. Çünki gümüş, mis, civə, gümüş, platin, qızıl bunlar Beketov sırasında hidrogendən sonra gələndir. Ona görə getməz. D variantı. 36-da da C variantı. 37-də bir əsaslı karbon turşusunun molekulunda hansı funksional qrup var? Turşularda B variantıda COH. Uşaqları 35-36 görürsünüzmü? Beketov sırası ilə bağlı bir sualdır. Yəni hidrogendən sonra gələnlər mis, civə, gümüş, platin, qızıl getmir dedim. Yəni demək istəyirəm ki, Beketov sırası yəni hər yerdə qarşımıza çıxır. Ona görə cərgəni əzbər bilmək lazımdır. 38-də nədir? Turşuları göstərin. Birinci xlor sirkə turşusudur. İkinci dixlor sirkə turşusudur.
Üçüncü də qarışqa turşusudur. Dördüncü aldehiddir, ona bax, sirkə aldehididir. Cavab C variantıdır. 1, 2, 3. Aydındırmı? Sonra 39-cu sualda. Turşuları müəyyən edin. Bu birisi beta xlor propion turşusudur. O birisi elə propion turşusudur. O birisi üçüncü aldehiddir. Propion aldehididir. Dördüncü də qarışqa turşusudur. 1, 2, 4. 1, 2, 4'dür də cavab. Yəni B variantıdır. Aydındırmı? 40-cı sualda. Sirkə turşusunu dehidratlaşdıranda bilirsiniz ki, yeganə turşudur ki, qarışqa turşusu dehidratlaşanda anhidrit vermir. Amma digərləri anhidrit verir. Bayaq yazmışdım elə. Sirkə turşusunu dehidratlaşdıranda sirkə anhidridi alınır. O da A variantındadır da. Biz bunu dehidratlaşdıranda CH3CO-dan 2 dəfə O üstə gəl su. Burada alınır CH3, CH3, C2 qat oksigen, C2 qat oksigen. Bu da belə. A variantıdır cavab. 40'da A. 41'də. 41'dəki maddə aldehiddir. Elə o qarışqa aldehididir. Qarışqa aldehidi hidrogenlə reduksiya olunanda, aldehidlər hidrogenlə reduksiya olunanda spirtə çevrilir. Qarışqa aldehidində də bir karbon var. Bir karbonun aldehid metil spirtidir. Amma o birisində qarışqa aldehidi kupr maşiki ilə oksidləşib, aldehidlər də oksidləşəndə turşu verir. A variantıdır. 41'də A. 42'də. Qarışqa turşusu hansı maddələrlə qarışıqlı təsirdə olmur? Hansı maddələrlə? Bax, qarışqa turşusunu yazıram. HCOH. Mislə getməyəcək. Bu 5. 1, 5'dir. Qarışqa turşusu kupr maşiki ilə gümüş peroksidlə təyin olunur. Ona görə 1, 2-ni cavablardan çıxın. Çünki onlarla girir, axı öz onlarla təyin olunur. Cavab 3 ilə 5'dir də, avtomatik B variantı. 3 ilə 5 daxil olmur. Çünki mən natr xlor gəlsəm, bu niyə getmir, bilirsizmi? Bu turşudur, bu duzdur. 5 ilə getmir, çünki mis hidrogeni çıxartmaz. Bu niyə getmir? Çünki bu turşu bundan zəifdir, bunu çıxardamaz. Turşu ilə duz gedəndə turşuların bir-birini sıxışdırıb çıxarma cərgəsindən bilirik onu. O turşuların bir-birini sıxışdırıb çıxarma cərgəsində sirkə turşusunu yazmışdım. Amma qarışqa sirkədən də güclü axı bilirik. Yəni o cərgəyə salanda qarışqa sirkədən öndə gəlir. Ona görə 3-5. 43'də hansı reaksiyalarda X maddəsi aldehiddir? X aldehid ola bilər. Niyə? Çünki sağda turşu alınıb. Aldehidlər oksidləşəndə turşu verir axı. Bu düz. İkincidə demişdi, bu birli spiritdir. Birli spirit kuprumla oksidləşib orada aldehid alınacaq. O aldehiddir. Üçüncü nədir bə? Üçüncüdə şeydir də. Bizdən aldehid istəyir də. Birinci aldehiddir. Çünki aldehid oksidləşdi, turşu verir. İkinci də aldehiddir. Çünki birli spiritlər oksidləşəndə aldehid verir. Üçüncü yox, üçüncü turşudur. Bax, bu turşudur. CH3COH-dır. Turşularla əsaslar gedir də. Bu turşu və əsas olaraq gedir. Və duz yaradır. CH3CO-dan 2 dəfə kuprum plus su. Cavab 1-2'dir. Aldehid istəyir. Burada turşu oldu. Üçüncü turşudur. 44-cü sualda. Hansı sxemlərdə qarışqa turşusu reduksiya edicidir? Deməli biz bu reaksiyalara aparmalıyıq. Qulaq asın. Qatı sulfat turşusu iştirakında bu dehidratlaşır, anhidrit vermir, tənlidir. -4, -2, -2. Burada dərəcə dəyişmir. Bunu çıxaq. Buradan alınırdı, CO2 alınırdı, kuprum 2 alınırdı, bir də su alınırdı. Burada tapışanda -2'dir. Burada -4'ə gəlir. Bəli, bu reduksiyecidir, çünki üstü artdı. O birisində dəyişməyəcək, çünki turşunla spirtdir. Turşunla spirt gedəndə spirtdən H, turşudan OH gedəcək. HCO, OCH3 üstə gəl su. Heç o tənlikdə dərəcəsinin dəyişən limit olmayacaq. İstəsizin də bir yazın. Əvvəlini köçürüm. Efirləşmə tənliyidir. Efirləşmə tənliyində ümumiyyətlə dərəcə dəyişmir. Sanki neytrallaşma kimi bir tənlikdir də. HOH qopur. Efir plus su alındı ona görə. Qarışqa turşusu reduksiyeci o deməkdir ki, qarışqa turşusunun içərisində hər hansı bir elementin dərəcəsi artsın. Yəni elektron versin. Oksigen, hidrogen burada dəyişmir. Dəyişən karbon oldu. Gördünüz də qarışqa turşusunun içərisində bir dənə karbon dəyişdi. O da 2-dən 4'ə əldi. Aydındır mı? 2-dən 4'ə. Cavab onda 2 ilə 4'dür də. Reduksiyeci oldu o tənliklər.
Cavab D variantı. 45-ci suala keçək. 45-də nə deyir? Sirkə anhidridi. Sirkə anhidridi ilə burada verilib, bax. 40-ın A variantına baxın. Neçə pi rabitə var? 2 dənə. Çünki burada 2 dənə 2 qat var. 2 qatın biri sigma, biri pidir. 2 dənə pi var. İndi sigmanı sayıram. 1, 2, 3, 4, 5, 6. 6 dənə belə görürəm. 3'ü bunda, 3'ü də bunda. 6 dənə də burada. 12 dənə. Çünki biz sizdə, yəni bunun açılışını da laf belə yazsaq. Gördünüz, ona görə dedim də. D variantı da 12 və 2. 46'da bu formula uyğun olan turşular. Doymuş turşu da o. CnH plus 1 COH doymuş turşuların formuludur. Palmitin, stiarin doymuşdu, amma olein, linol, linolen onlar doymamışdı. Onları formulu daşımır. 2-lə 3 Y variantı. 47'də hansı reaksiyadan su alınır? Birinci aldehid hidrogen reduksiya yolunda spirtə çevrilir. B variantından alınır. CH4 üstəgəl natrium 2 CO3 alınır. C variantında CH2 xlor, COH üstəgəl H xlor alınır. D variantı aldehid oksijəndə turşu verir. Orada HCOH üstəgəl kuprum 2O plus su. Cavab D variantıdır. Y-də də alınır CH6 üstəgəl natrium 2 CO3. Cavab D-dir da. D-də nə alındı? Aldehid oksidləşəndə turşu verdi. HCOH üstəgəl kuprum 2O plus su. D variantı. 48'də hansı reaksiyadan su alınmır? A-da alınır CO2 gümüş plus su. B-də bu Lebedev reaksiyasıdır. Divinil alınır. Üstəgəl su üstəgəl H2. C-də alınır 2, 4, 6 trinitro tolol üstəgələk su. D-də aldehid oksijəndə turşu alınacaq. Orada CH3 COH üstəgələk kuprum 2O plus su. Cavab Y-dən, orada Y variantında çünki bu alınır. Metan alınma təmlidir. Hətta belə öyrətmişdim sizə. Demişdim bunu belə aparın. Bu CH3 ilə bu hissəni birləşdirin. CH4 yerdə qalan bax. Bu hissədə natrium 2 CO3 verir. 49'da hansı sıradakı maddələr təzə çöktürülmüş misk hidroksidlə təyin edilə bilir? Kuprum H2 ilə təyin olunan maddələr aldehidlərdir. Çox atomlu spirtlərdir. Sonra qarışqa turşusunun duzlarıdır. Cavab C-də. Saydıqlarım çünki orada var. 50'də yenə bizə aldehidlər lazımdır. Qarışqa turşusu və onun duzları lazımdır. Çox atomlu spirtlər lazımdır. A variantında da olur. Gliserin çox atomlu spirtdir. Etanol aldehiddir. Metan turşusu da qarışqa turşusunun o bir adıdır. 51'də kütləcə eyni miqdarda götürülmüş hansı turşunun neytrallaşmasına daha çox natrium OH sərf olunur? Baxın, əslində bunların hal-hazırda hər birinin 1 molunu neytrallaşdırmaq üçün 1 mol natrium OH lazımdır. Niyə? Çünki onların hamısı bir əsaslı turşudur. Başa düşdünüzmü? Bir əsaslı turşudur. Bir dənə turşuluq qrupu var və özünə bir dənə natrium OH istəyir hər biri. Amma bu manşəftdə yazıb ki, kütləcə eyni miqdarda. Yəni bunların kütlələrinin hamısını bərabər götür. İndi sual verirəm. Biz bunların kütlələrini bərabər götürsək, hansının molu çox olacaq? Əlbəttə ki, kütləsi balaca olanın. Elə bil, məsəl üçün, riyaziyyatda sual verirəm. 5, 10, tutaq ki, 15. Deyirəm, bunların kütlələrini bərabərləşdir. Biri 5 qramdır, biri 10'dur, biri 15'dir. Kütlələrini bərabərləşdir deyirəm bunu. Məsələn, hamısını 90'a gətirirəm. 90'a gətirmək üçün bunu 16'ya vururam. Yox. Bunu 18'ə vururam. Elə, bunu 9'a vururam. Bunu da 6'ya vururam. Görsən, kütləsi balaca olanın molu çox oldu. Yəni onda cavab Y variantıdır. Çünki həmən qarışqa turşusunun molu çox olacaq və o daha çox natrium OH tələb eləyəcək. Digərində isə yenə eyni şeydir. Deyir, bunlardan kütləcə eyni miqdarda götürülmüş hansı turşunun natriumla reaksiyasından daha çox hidrogen alınır. Baxın, bunların hamısı bir əsaslı turşudur. Hamısı natriumla gedəndə 0,5 mol H2 çıxardacaq. Əgər bunların kütləcə eyni deyirsə, onda bunların kütlələrini bərabərləşdirsək, hansının molu çox olacaq? Qarışqa turşusunun. Onda daha çox hidrogen ayıracaq da. Ona görə D variantıdır 52'də də. 53'də hansı halda birləşmələr turşuluq xassəsinin artma sırası ilə düzülmüşdür? Demişdim ki, karbon turşusunun tərkibinə halogen daxil eləyəndə turşuluq güclü olur. İndi baxıram ki, hamısına xlor daxil eləyiblər. Yox.
Birincidə, ikincidə xlor var, o birisi də isə heç nə yoxdur. Hamısında turşuluq var, amma halogen olan ən çoxdur. Onda ikinci daha çox olacaq. Niyə? Çünki orada 2 xlor var, birincidə 1 xlor var. 2 böyükdür 1-dən, 1 də böyükdür 3-dən. Artma sırası deyirsə azdan çoxa. 3, 1, 2. 3, 1, 2. Cavab B variantı. 54-də hansı reaksiya doğru deyil? C variantıdır, demədimmi? Turşular Beketov sırasında hidrogenden sonra gələn misci və gümüş platin qızıl olarla getməz axı. C variantı səhv. Emir artdıqca baxın. Deyir, emir artdıqca doymuş bir əsaslı karbon turşularının həll olması və turşuluq xassəsi necə dəyişir? Doymuş bir əsaslı karbon turşularının içərisində ən güclüsü qarışqa turşusudur. Ona görə emir artanda turşuluq azalır. Həll olma da ki, hamısında emir artdıqca həll olma azalır da bilsiz. Ona görə 55-də B variantıdır. 56-da emir artdıqca sıxlıq, ərmə, qaynama, izomer sayı artır. İzomer artacaq. Çünki emeri nə qədər böyük olsa, onu başqa quruluşlara salmaq çoxalır da, yəni. Emeri böyük olanın həmişə izomeri çox olubdur. Turşuluq xassəsi də azalır dedik, qarışqa çünki ən güclüdür. Aydındırmı? Y variantı. 57-ni. Metan turşusu bilsiz ki, qarışqa turşusunun beynəlxalq adıdır. Metan turşusunu digər bir əsaslı karbon turşularından fərqləndirən tənlik gümüş güzgünən kupru muhaşkidə bilsiz. O da Y variantıdır 57-də. Gümüş güzgünən kupru muhaşki. 58-də də adı. 59-da normal quruluşlu doymuş bir əsaslı karbon turşularının qaynama temperaturlarının onların emerindən asılığı. Demədim, emeri artdıqca qaynama temperaturu artır. Ona görə C variantıdır. 60-da qarışqa turşusu yazıram HCOH. 61-i özünüz yazacaqsınız, fikriniz məndə olsun. Bunu qatı sulfat turşusu iştirakında qızdıranda burada alınır CO plus su. Belə yadda saxlan demişəm, belə CO, H-la da OH su verir. Aha. Əmsala ehtiyac yoxdur. 92 qram, bunda emeri 46-dır. Neçə litr CO? X litr. Bu da əmsal vurulmuş 14. Bu da gedəndə 2 qalırmı? 2-ni də vuranda 44.8 C variantı. 61 də həmən tənlikdir, sərbəst yazın. Hansı sırada soldan sağa gedəndə turşuluq xassəsi qüvvətlənir? Baxın. Eyni bir karbon turşusunun tərkibinə halogen daxil eləyəndə flor olan ən güclüdür dedim sizə. Flor olan ən güclüdür. Flor olan ən axırda yerləşəcək, çünki artma sırası deyir. Sonra xlordur, sonra bromdur, sonra da özüdür, A variantı. Turşuluq o istiqamətdə artır. 63-də turşuluq xassəsi zəifləyir deyir. Flor elə variantıdır, niyə? Çünki flor yoxdur zərgədə, eyb yox. Amma onda xlor olan güclüdür, sonra brom, sonra yod, sonra özü. A variantında getdikcə zəifləyir də. Məsələn, B-də flor var, amma floru dəxlisiz yerə salıbdır. Məsələn, olmaz. C-də məsələn, xloru turşusundan sonra özü gəlir. Özü olmaz. Amma A-da bir nizamlılıq var, bax. Xlor, brom, yod. Bu istiqamətdə turşuluq zəifləyəcək də. Axırda da özüdür. 64-də hansı maddə həm natrium OH-la, həm də CH3OH-la birləşməyə girir? Əlbəttə ki, Y variantıdır. Niyə? Çünki natrium OH, CO-la gedəndə, bunlar çox asan və maraqlı tənliklərdir. Qarışqa turşusunun duzu alınır. CH3OH-la gedəndə, demişdim, bunu bunun ortasına yazın, belə yadda saxlayın. Elə bu da bunun kimi oldudan birləşdi. CH3COH. Bunlar çox düşəndir. Y variantı. 64-də Y. 65-də akril və sirkə turşusu xlorla necə reaksiya girər? Baxın, akril turşusu doymuş turşudur. Üzr istəyirəm. Akril turşusu doymamışdır. Ona görə o xlorla birləşəcək. Çünki oradakı pirabitə var. Qırılır. Hərəsinə isə xlorlar birləşir. Sirkə turşusu da budur. Bunun üzərinə xlor gələndə əvəz etməyə gedir. Əvəz etmə alfa karbonda gedir. Alfa karbon hansı karbondur? CH-ın birləşdiyi. Bir də H xloru alınır. Akril turşusu doymamışdır. Xlorla birləşməyə girir. Amma sirkə turşusu doymuş turşudur. Xlorla əvəz etməyə gedir. A variantı. 65A. 66-da misk hidroksidin qarışqa turşusu və sirkə aldehidi ilə qarşılıqlı təsiri hansı reaksiya tipinə aiddir? Misk hidroksid qarışqa turşusundan və sirkə aldehidindən. Bəli, bilirsiniz ki, aldehidlər, qarışqa turşusu və onun duzları
gümüş güzgü reaksiyasından kuprum aşık ilə oksidləşmə reaksiyasına daxil olurlar. Ona görə D variantıdır. Bəli, hər iki tənlik oksidləşmə dərəcəsinin dəyişməsindən gedir özdə. Ona görə də oksidləşmə reduksiya reaksiyasıdır. D variantı. 67-də stearin turşusu C17H35COH-dır. 67-də A variantıdır. 68-də palmitin C15H31COH-dır. C variantıdır. 69-da izah eləyirəm, 70-i sərbəst yazarsınız. Baxın, sirkə aldehidinin oksidləşməsindən neçə qram sirkə turşusu alınır? Sxem qura bilərəm də. İstəyirsiniz, məsələn, bütöv də yazın. Problem deyil. Bunu nə ilə oksidləşdirirlər? Gümüş güzgünə, ya kuprum aşık ilə, bilirsiniz də. Gümüş güzgünə yazdım. Gümüş peroksin amoniakda məxluq. Bilirsiniz ki, nə verir? Turşu və gümüş çıxır. Çökür özdə gümüş. Əmsallaşdırdım. 2 mol, molun altı əmsal. Neçə qram sirkə turşusu? X bu da 60. X buradan eləyir 120. Çıxım məsələsində məhsulu tapdıqsa, deməli aldığımızı verilən faizə vurub 100-ə bölürdük. Bu da neçə eləyir? 60. D variantı. Aydın oldu mu? Bu da belə. 69-da D variantı, 70-i sərbəst yazarsınız, 71. Hansı maddənin tərkibində aldehid qrupu yoxdur? Natrium formiyat. Natrium formiyat belə yazılır da. HCO natrium. Aldehid qrupunu görə bilirsiniz də bu istiqamətdə. Kalium asetatda olmaz. Nəyə görə? Asetat sirkə turşusudur da. Bu belə yazılır. Mən aldehid qrupu budur axı. Mən bunu kalium asetatda görmürəm axı. Ona görə 71-də B-dir. 72-də Na0 qoyanda, bilirsiniz ki, Na0 qoyanda orada alınır HCOH. Hansı reaksiya? Oksidləşmə reduksiya reaksiyasıdır. Gümüş güzgü kuprum aşık ilə reaksiyası oksidləşmə reduksiya reaksiyasıdır. Və özdə bilirsiniz ki, bayaq izah eləmişdim axı. Bax, onu mən sizə bayaq başda izah eləmişdim burada, 44-cü sualda. 44-də cavab nə çıxmışdı? 2 ilə 4. İzah elədim, orada özdə qarışqa turşusu reduksiyacı rolunu oynamışdı. Düzdür? Həmən o tənliklərdir. Cavab variantıdır. 73-də də həmən tənlikdir. D variantı olacaq da, gümüş güzgü kuprum aşığı seçirik. 74-də deməli CnH2 bizdə sigma rabitələrin sayını istəmirmi? CnH2 O2. Bunda bu formula uyğun gələn doymuş bir əsaslı karbon turşusunda cəmi neçə sigma rabitə var. Mən sizə sigma rabitə haqqında asan bir cümlə öyrətmişəm. Əgər təklif olunan birləşmə alifatikdirsə, alifatiklərdə sigma rabitə ümumi atomun sayına bir əksikdir. Yox, disiklikdirsə, onda sigma rabitə ümumi atomun sayı qədərdir. Bu da doymuş bir əsaslı karbon turşusu da alifatikdir. Ümumi atomu 3-ən üstə gəl 2 dənədir. Bir əksik. B variantıdır da cavab. Nə deyir o birisində? Doymuş bir əsaslı karbon turşusu. Hansı formulundan istəsəz istifadə edə bilərsiniz. Bilirsiniz ki, 2 formulu var. CnH2-nin üstə gəl 1 COH. Biri də var CnH2O2. Elə. İndi hansından istəsəz hesablayın. Hər ikisindən də nəticə dəyişməyəcək onsuz da. Bu formul balacadır. Gəlin bundan istifadə edək. Deyir, bunun içərisində 3,2 qram oksigen var. Sıxım qram oksigen çıxartdım. Bunu 3,2 verir. Qrama qram yazılır. Bunu verib 7,4. Bu da 14-dən üstə gəl 32. Vergülləri atdım. Bunlar getdi. N neçə eləyir? 3. N'ni 3 aldım. Neçə karbonu var? Apar yerinə qoy. 3 dənə karbon olacaq da. Aydın oldu mu? Cavab nədir? B variantı. 76-cı sualda nə deyir? 76-cı sualda sirkə turşusunu neytrallaşdırmaq üçün natrium hidroksid deyir. Sirkə turşusu CH3COH-dur. Üstünə natrium OH gələndə bilirsiniz ki, CH3COO natrium üstə gəl su. 200 qram 9%'dir. 200'ün 9%'i neçə eləyir? 180. 200'ü 9'a vurdu. Yox, bir dəqiqə özür istəyirəm. 200'ü 9'a vurub 100'ə böləndə eləyir 18 qram. Hə. Neçə qram kalium hidroksid? X. 40'dır. Bu da 60'dır da. X-ə bərabərdir. Sıfırları buradan apararam. Bundan da bu gedəndə 3. 3'ü də 4'ə vuranda 12. Cavab D variantı. Sonra 77-ci sualda 77-də nə deyir ki? CO-nun üstə natrium OH gəlirəm.
bizə nə verir? HCOO natrium. Alınan duza HCO natriumu. Gümüş peroksid gələndə bilirsiniz ki, natrium hidrokarbonat verir. Bir də gümüş çıxır. Cavab D variantı. Əgər bunun üstünə kuprum OH gəlsəydin, onda nə alınır? Yenə natrium hidrokarbonat alınır. Kuprum 2 alınır. Bir də su alınırdı. Yaxşı mı? Hər ikisində natrium hidrokarbonat duzu çıxır onsuz da. D variantı. Nə deyir? Hansı reaksiyadan su əmələ gəlmir? 78-ə baxırıq da. A variantında efirləşmə tənliyidir. Spirtdən H, turşudan OH qopur, mürəkkəb efir plus su alınır. Cavab B-dir də. CH3COO natrium üstəgəl H2 alınır. Su çıxmadı ki. B-də CO plus C-də CO plus su alınır. D-da CO2 plus su alınır. Y-də bilirsiniz də Lebedev reaksiyası. Divinil alınır, su alınır, hidrogen alınır. Özdə Lebedev reaksiyası həm dehidratlaşma, həm də dehidrogenləşmə tənliyidir. Hansı reaksiyadan metal alınmır? A-da alınır CO2 üstəgəl gümüş, üstəgəl su. Gümüş metal alındı. B-də alınır aldehid, çünki birli spirtdir. Birli spirt oksijendə aldehid verir. Aldehid alınır, mis alınır, bir də su alınır. Mis alındı, metal alındı. Cavab C-də mi? HCOO natrium üstəgəl su. 79-da C variantıdır. 80-də hansı reaksiyadan turşu alınmır? Yəni turşu alınmır Y variantı. Niyə? Çünki Y variantındakı indicə dedim bunu. 79-un B variantındakı tənlikdir çünki. Birli spirti oksidləşib aldehid verəcək. Mis alınacaq, bir də su çıxacaq. Turşu alınmır orada. 81-də hansı maddə qarışqa turşusu ilə reaksiya daxil olduqda karbon dioksid əmələ gəlir? Qarışqa turşusundan girəndə qarışqa turşusundan karbon qazı şeydir də, çünki qarışqa turşusu gümüş peroksidlə də gedəndə, qarışqa turşusu kuprum OH ilə də gedəndə, burada alınır CO2, gümüş su, burada alınır CO2, kuprum 2O plus su. Buyurun. Cavab nədir variantıdır? 82-də. 81 ilə 82-nin cavabını yazdım da elə. İkisini də yazdım. 81-də adı, 82-də də 7. 83-də hansı reaksiyadan karbon dioksid alınır? Elə burada da adda nə? Bu da bu reaksiyadır. Karbon dioksid burada. O birisində nə deyir? Hansı maddə həm qarışqa turşusundan, həm də etilen glikolla reaksiyaya girir? Qarışqa turşusunu təyin eləyən gümüş güzgürən kuprum OH2-dir. Kuprum OH2 həm də çox atomlu spirtlər təyin eləyir. Axı Y variantı. Y variantı yox, B variantı. B-dədir. Yenə idi. 85-də yenə eyni şeydir. Kuprum OH2. Gliserin də çox atomlu spirtdir. 3 atomludur. 86-da. 86-da nə deyir? Deyir ki, bu maddələrin karbon atomlarının sayı AAA. Gəlin nümunə yazaq. CnH2 üstə gəl 1 CHO, CnH2 üstə gəl 1 COH, bir də CnH2 üstə gəl 1 OH. Aha, maddələrdir. Molekulunda karbon atomlarının sayı. Gəlin məsələn N-ə qiymət verək. Tutaq ki, N-ə birincidə 1 verdim. Alındı CH3 CHO. Bu birisində N-ə 1 qoydum. CH3 COH. Burada bunlara N-ə 1 qoysam da indi burada 2 qoyacağım. Niyə? Çünki bu bana deyir karbonların sayı eynidir. Mən burada N-ə 1 qoyanda burada opşi 2 karbon var. Burada N-ə 1 qoyanda burada opşi 2 karbon var. Onda burada 2 qoyuram. C2H5OH. İndi mənə deyir bu maddələrin molekulunda atomların sayının artma sırası. Burada neçə atom var? 7 dənə. Burada 8 dənə. Burada 9 dənə. Artma sırası ilə bu sırada artdıdan X, Y, Z A variantı. 87-də hansı maddənin suda məhlulunu qızdıranda kuprum OH rəngini dəyişir? Aldehidlər, çox atomlu spirtlər, qarışqa turşusu və onun duzları. Bilirsiniz ki, bunlardır. 1-3 dediyim orada var axı. D variantı. 88. Gümüş güzgü reaksiyasını göstərin. Gümüş güzgü reaksiyası aldehidlərə məxsusdur. Qarışqa turşusunun duzlarına məxsusdur. Bir də aldehid qrupu olan glikoza, riboza, dezoksiriboza. Ona görə burada cavab bir dənə 1 var. C variantı. Baxın, ikinci tənliyi keçmişik alkinlərdə. O alkinlərə əvəz etməyə girirdi ki, 3 qatı yanında hidrogen olsun. Amma alkinlər gümüş peroksidin amoniakda məhlulla gedəndə o gümüş güzgü tənliyi deyil. Diqqətli olaq. 89-da nə deyir?
Karbon atomlarının sayı eyni olan doymuş bir atomlu spirt və doymuş aldehidin emeri arasındakı münasibət. Məsələn, bir dənə spirt yazıram. Eyni sayda karbonu olan bir dənə aldehid yazıram. Fikir verdiniz? Emerləri arasındakı münasibət. Bunun emeri 12, 16, 28 bir dəqiqə 32. Bu neçədir? 30. Arasındakı münasibət nədir? Spirt aldehiddən 2 qram çoxdur. B variantı. Aydındır mı? 90'da. 90'da nə deyir? Bir əsaslı karbon turşusu. Məsələn, bir dənə turşu yazıram. HCOH. Bir dənə də eyni sayda karbon olan aldehid yazıram. Bunun emeri nədir? 46. Bunun emeri nədir? 30. 16 vahid çoxdur. Turşu aldehiddən 16 vahid çoxdur. Y variantı da. Aydın oldu mu? 91'də. Nə deyir 91'də? İndi deyir o hansı siniflərdəki karbonların sayı eyni olanda emerlər arasındakı münasibət biri M-dirsə, biri M+16'dır. Budur da nə? 90-cı sualdır da elə. Hə, turşuyla aldehid arasındakı münasibətdir. Çünki formullarına da baxanda görə bilərsən axı. Biri CnH2 O-dur, biri CnH2 O2'dir. Bir fikir ver. Turşu aldehiddən 16 qram çoxdur. D variantı. 92'də. 92'ye baxıram. Doymuş bir əsaslı karbon turşulardır. X, Y, Z. Kütlələri A. Turşuların neytrallaşmasına sərf olunan natrium OH-ın kütləsi. Biri M1'dir, biri M2, M3 və arasındakı münasibət M1 böyük M2'dən, M2 böyük M3'dən. İndi gəlin belə eləyək. Diqqətən qulaq asın ha bu suala. Baxın, elə çətin bir şey deyil. Bu məsələn turşulardır. Elə bil üçünə də natrium OH gəlir. Amma ayrı-ayrı turşulardır ha. Bilmirəm hansı turşulardır. Yəni emerlər zadı necədir bilmirəm. Bizə də gözləyək hələ. Deyir neytrallaşma. Neytrallaşma nə deməkdir ki? HOH-a bərabər olmaqda. Hə. İndi natrium OH-ın kütləsi birinə M1, M2, M3 yazıb. M1 ən çoxdur. Məsələn, birinə 120 qram natrium OH götürürəm. 120 qram natrium OH nə deməkdir bilirsinizmi? 3 mol natrium OH. Məsələn, o birisinə 80 qram götürürəm. Özə niyə belə ədədlər götürürəm bilirsinizmi? Çünki bilirəm ki, natrium OH-ın emeri 40'dır. Elə ədədlər götürürəm ki, natrium OH-ın emerinə də qəşəng bölünsün də. Aha, bu neçə eləyir? 2 mol. O birisi də 40 qram. 40 qram natrium OH. Bu da eləyir 1 mol. Elə. Bu mənə deyir ən çox natrium OH-ın kütləsi birincindədir. Aha, elə mən də elə birinciyə çox qoymuşam. İndi buna 3 mol natrium OH gəlmişəm. Buna 2 mol, buna da 1 mol. Elə. Bu da mənə deyir ki, doymuş bir əsaslı karbon turşularında kütlələri də eyni olacaq. İndi yaxşı. Bu neçə dənə OH var? 3 dənə elə. Deməli, turşunun əsaslıq çox olmalıdır. Nə mənada ha? Bu da deyir turşuların kütlələri eynidir. Ona belə çıxır ki, turşunun molu çox olmalıdır. Turşunun molunun çox olması üçün turşumuz balaca turşu olmalıdır. Məsələn, qarışqa turşusu. Buna qoyaram sirkə turşusu. Buna qoyaram propion turşusu. Niyə belə qoydum bilirsinizmi? Çünki mən bunların kütlələrini bərabərləşdirəndə molu ən çox bunda alınacaq. Sonra bunda, sonra bunda. Məsəl üçün yazdım ha, bu 3-2-1-i məsəl üçün yazdım. Çünki bunun emeri bundan balacadır, bu da bundan balacadır. Emeri balaca olan da mol çox olacaq ki, o birilərin kütlələrindən bərabərləşsin. Gördün? Onda belə çıxır ki, turşuların emerləri arasındakı münasibət ən balacası X-dir. Ən böyüyü Z-dir. Z böyükdür Y-dən, Y də böyükdür X-dən. B variantı da. Asan sual deyil, çətin bir şey deyil. 93. Doymuş bir əsaslı karbon turşulardır. Doymuş bir atomlu spirtdir. Molar kütlələri AA. Əmələ gələn mürəkkəb efirin molar kütləsi. Çox asan. Bax, bilirik ki, karbon turşusundan spirt reaksiyaya girir. Və nəyə verir? Mürəkkəb efir üstə gəlinən su. Elə. Bunun molar kütləsi A-dır. Bunun molar kütləsi A-dır. Bunun molar kütləsi sual işarəsi. X yazıb. Suyun demiri bilirsiniz ki 18'dir. Onda X nəyə bərabərdir? 2A minus 18'ə. Cavab A variantı. (94) 9,4 qram fenol və 6 qram sirkə turşusundan ibarət qarışığın tam neytrallaşmasına neçə qram kalium OH sərf olunur?
Baxın, fenol C6 H5OH-dır. Sirkə turşusu da CH3COH-dır. Mən bunun üzərinə kalium OH gəlirəm. Belə deyim. Bunu verib 9/4, bu 94'dür. Neçə qram kalium OH? X bu da 56. Bu 5/6 elədi. Bu qalsın. O birisi bu 6 qramdır, bu da 60'dır. Buna Y, buna 56. Y də bərabərdir 5/6. İkisinə bir yerdə nə qədərdir? 11/2. C variantı. 95'də doymuş bir atomlu spirtin oksidləşməsindən alınan doymuş bir əsaslı karbon turşusunun neytrallaşmasına 14 qram kalium hidroksid sərf olunur. Baxın. Doymuş bir atomlu spirt yazıram. CnH2 üstə gəl 1OH. Bu spirtin oksidləşməsindən alınan turşu deyir. Yazıram onda CnH2O. Niyə belə yazdı? CnH2O2 üzr istəyirəm. Turşun formunu. İndi məsələn kimsə ola bilər ki, evdə yazanda bu spirtin qarşılığına yazar ki, CnH2 üstə gəl 1COH. Bunu səhv yazmış olacaq. Nəyə görə? Çünki biz həmişə nə demişik? Görürsünüz, üzvü kimyada reaksiyalar aparanda sağ tərəfdə alınan maddənin içindəki karbonun sayı ilə sol tərəfdə götürdüyüm başlanğıc maddənin karbon sayı eyni olur. Adətən bu belədir də, biz bilirik. İndi bəzi tənliklər var da, indi bəzən karbon sayını 2 dəfə artırırıq. Yəni Würz reaksiyasında zaddır, o başqa məsələdir. Amma məsələn görürsünüzmü, CH4 katalitik oksidləşəndə görürsünüz qarışqa turşusu alırıq. Niyə? Çünki karbon sayı bir dənədir. Yəni demək istədiyim odur ki, baxın, yəni bu spirtin qabağına, yəni sxem qurdum da, spirti yazdım, ox qoydum, turşunun formulunu yazdım. Sən bunu yazamazsan. Niyə? Çünki burada n dənə karbon var, burada n plus 1 dənə karbon var. Görsən düz gəlmir. Əgər yox, deyirsənsə ki, mən o formuldan istifadə eləmək istəyirəm, onda gərək sən spirti belə yazasan. CnH2 üstə gəl 1, CH2OH belə yazmalıydın. Ox qoymalıydım, turşunu da yazmalıydın ki, CnH2 plus 1 COH. Xahiş edirəm bu nüanslara fikir verək. Bu bir. İkincisi, ya indi bu istəyirsiniz bu sildiyim, yəni bununla işləyim, istəyirsiniz yuxarıdakından. İndi yuxarıdakı balaca da ondan işləsək daha yaxşıdır məncə. Yaxşı. Bunu verib 22 qram. Yox, bir dəqiqə. İndi alınan 22 qram doymuş bir əsaslı karbon turşusunun neytrallaşmasına 14 qram kalium hidroksid sərf olunur. Heç nə. Bilirsiniz ki, CnH2O2 bunlar bir əsaslı turşudur. Bu da kalium OH ilə birin-birə gedəcək də, düz deyilmi? Aha. Su çıxacaq və duz verəcək. İndi bunu 14 qram verib, bura 56. Buna nə verib? 22 qram. Bu da ki 14-dən üstə gəl 32. Heç nə. İndi buraya baxaq. Buna mı getdi? 4 qalır. 88 bərabərdir. 14-dən üstə gəl 32. 14-dən bərabərdir 56-ya. End eləyir 4-ə. Düz deyilmi? N 4-dür. N-i 4-dürsə apar spirtdə yerinə qoy. C4H9OH. C variantı. 95'də C variantı. 96. Deməli, CO-nun üstünə natrium OH gələndən alınır. Bilirik ki, HCOO natrium. HCO natrium. Üstə gəl H2SO4. Burada alınır qarışqa turşusu da. Qarışqa turşusu alındı. Qarışqa turşusu gümüş güzgü və kuprum aşıq ilə təyin olunur. A düzdür, B düzdür. Emeri 46-dır, düz deyir. Lakmusun rəngini qızardar, göyərtməz. D variantı səhvdir. Ona görə 96-da D. 97-yə baxıram. Etil spirtinin oksidləşməsindən alınan aldehid. Etil spirti C2H5OH-dır. Bundan alınan aldehid sirkə aldehididir. İçində 2 karbon var. 2 karbona uyğun aldehid yaratdım. 100 qram 92% nədir? 100-ün 92% neçə eləyir? 100-ü 92-yə vurub 100-ə biləndə 92. Bu da eləyir nə? 46. Alınan aldehid. Gəlin görək neçə qram aldehid alınır. Yəni molunu da tapsaq onlardan, amma molunu tapmaq daha rahatdır. Gəlin molunu tapaq. 2 mol. İndi həmən aldehiddən nə alacağım? Həmən aldehidi o turşuya çevirəcəm. CH3COOH. İndi aldehidi 2 mol almışdım. Molun altı əmsal
Gəlin görək neçə qram turşumuz alınır. Turşumuz da burada 60'da, x eləyir 120 qram. Niyə qramını tapdım? Çünki bizdən faizdən danışır. İndi deyir aldığın bu turşunu 80 milli, 80 milli 80 qram deməkdir. 80 qram suda əldə eləyəndə məhlul nə qədər olur? 200. 200'ün 100%dirsə, turşunun kütlə payını istəyir. 120'm də x-dir. O deyir 60. 97'də B variantı. %98'də. 98'i zahirləm, 99'u özünüz yazacaqsınız. Sirkə anhidridinin su ilə reaksiyası. Sirkə anhidridi CH3CO-dan 2 dəfədir. O, üstə gəl su. Nə alınır? Əmsallaşdırdım. 4 mol sirkə anhidridinin su ilə reaksiyasından molun altı əmsal. Neçə qram etan turşusu? X bu da 2/60. Bu da eləyir 480. Y variantı. 99'u sərbəst yazarsınız. 100'ə baxaq. Asetaldehid və propil spirti. Propil spirti budur. Asetaldehid də sirkə aldehididir, bilirsiniz. Bunun üzərinə gümüş peroksid gələndə bilirsiniz ki, spirtlər getmir. Amma aldehidlər gümüş güzgü reaksiyasına daxil olur. 2 molda gümüş çökür. Tənliyi yazdım, əmsallaşdırdım. Baxın, bunun ikisini bir yerdə 10 qram verib, lap yaxşı. Mənə deyir 6 qram sirkə turşusu alınır. Qramın altında qram. Olar mı indi bundan istifadə edib sirkə aldehidinin kütləsini tapam? Niyə? Çünki ikisini bir yerdə 10 qram verir, baxın. Sirkə aldehidini bilsəm, ki bu da 4/4 elədi. Onda 10'dan 4/4'ə çıxsam, 5/6 da propil spirtinin imiş. İndi propil spirtinin faizini tap deyir. Oxş olan bir şey neçə faiz demişə? 100%. 5/6 qram propil spirti də bu da eləyir 56%. Cavab Y variantı. Aydın oldu mu? Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti videoda testimizin ardını izah eləyəcəm. Sağ olun.